Ehtiyatlı ol, nə badə deyəsən, filan kəsdən üstündür Allahın yanında. Biri var, məsum deyibsə o heç. Deyiblər ki, İslam Peyğəmbəri hamıdan üstündür, bu heç, onlar xəbər veriblər. Amma biz özümüzü müqayisə eləyəndə, biz tez rahat bir-birimizin üstünlüyünü bilə bilmərik. Çünki insan dərindir, gizli bir varlıqdır. Düzdür, cəmaatın bəzi zahiri əməlləri bizə içindən xəbər verir, amma tam xəbər vermir. Tam tanımaq çətindir insanı. Bir hədis var, buyurur ki, fi təqəllubil əhval ulimə cəvahirir rical. Buyurur ki, hadisələrin, halların dəyişikliyində kişilərin cövhəri üzə çıxır. Hadisələr üzə çıxardır. Vəl əyyam tuziqul ləkə sərairil kaminə. Buyurur ki, günlər, ruzigar gizli saxladığın o içi üzə çıxardır. Gərək zaman keçsin, hadisələr, rüzgar səni özünə tanıttırsın. Çox sayılı hadisələr üzə çıxardır. Nələri gizlətimsən içində. Quranda belə bir ayə var. Bəlil insan alə nəfsihi bəsirə vələv əlqəl məazirə. Buyurur ki, həqiqətən insan özünü tanıyır, özündən xəbərdardır. Baxma ki, üzür gətirir. Əslində mənası bilirsiniz nədir? İnsan bəhanə gətirməsə özünü tanıyır. Üzür gətirməsə özünü tanıyır. Üzürlərimiz mane olur. Bilirsiniz, biz nə qədər qəribə varlıq ki, cürət eləmirik, təklikdə də oturaq deyək, mən buyam. Özümüzə də bəhanə gətirir. Yox, filan oldu. O üzürlərin hamısını kənara qoy ki, görəcəksən onda özündə cürət tap deyən, bax, mən buyam, məndə bu xüsusiyyətlər var. Xəlvət bunun üçündür. Üzürlərin, bəhanələrin hamısını kənara qoy, özünü tanı. Allah məyər səndən nə istəyir? Günlər keçir, illər keçir, tez elə ki, nə qədər özündən tanıdın, bir o qədər yaxşıdır. Kişi kimi özündən mühasibə apar. Öz əleyhivə dəlil gətir, leyhivə yox. Öz əleyhivə dəlil gətir. Özündə cəsarət tap, özünlə xəlvətdə denən, ay namərd nəfs, sən bu sanmış, səndə bu var imiş. Sən nələr gizlətimsən içində? Məndən nələri gizlətimsən, pünhan saxlamısan?